Bugün sizlə çox maraqlı bir kitabın bəzi hissələrini bölüşmək istəyirəm. Düşünürəm ki, aranızda mənim kimi şeir sevən, yazmağı sevən, hiss etməyi sevən, hiss etməyi bacaran çox insan var. Ona görə fikirləşirəm ki, bu hissələr necə mənə çox təsir elədi. Hətta oxuyarkən bir anlıq gözlərimin dolduğunu hiss elədim. O mühitdə, o ortamda, o əsrdə yaşamağın dəyərini hiss etdim öz içimdə. Fikirləşirəm ki, bunu sizlə də paylaşsam yaxşı olar. Bu kitab bizim çox əvəzolunmaz dahi şairimiz sevməyi, sevilməyi ən gözəl şəkildə vəsf etmiş şairlərimizdən biri olan Mikayıl Müşfiqin Yarı Dilbər xanım tərəfindən yazılıb və təəssüf ki, Mikayıl Müşfiqin başına gələn o faciədən sonra Dilbər xanım çox ağır günlər keçirdi və nəticədə özünü müəyyən qədər bərpa etmək üçün həyatını bu kitaba tökür. Və burada mənim diqqətimi çəkən ən gözəl məqamlardan biri Müşfiq ilə Dilbərin nişan günüdür. Hansı ki 1932-ci ilin aprel ayında baş verir bu nişan və nişanın sevgi dolu gənclərin birləşdirmə məqsədindən əlavə həmin nişanda iştirak edən şəxsiyyətləri sizə saymaq istəyirəm ki, mən onu oxuyanda inanın bir anlıq dərindən köks ötürdüm ki, bir nişanda necə bu qədər dəyərli insan birləşərmiş, o mühitdə olmaq, oranı görmək, o ortamı bir anlıq quş baxışı seyr etmək belə insana nə qədər böyük bir huzur və sevinc verərmiş. Dilbər xanım yazır, 1932-ci ilin aprelində oldu nişanımız və dövrün görkəmli ədiblərindən Hüseyn Cavid öz həyat yoldaşı Müşkinaz xanımla, Abdullah Şaiq öz həyat yoldaşı Şəhzadə xanımla, Əhməd Cavad öz Şükriyəsi ilə, məşhur müğənni Bülbül, həmin dövrün gənc şairi Səməd Vurğun, Süleyman Rüstəm, Mir Cəlal, Mehdi Hüseyn öz həyat yoldaşı Fatma xanımla, Rəsul Rıza öz həyat yoldaşı Nigar Rəfibəyli ilə, Məmməd Rəhim öz həyat yoldaşı Mələk xanımla həmin nişanda iştirak edirdilər, badə qaldırıb sağlıq deyirdilər. Bu möhtəşəmdir, bu çox dəyərli bir anıdır düşünürəm. Və bu xatirələr içərisində yenə çox dəyərli bir şeirin meydana çıxma tarixçəsini gördüm. Və düşünürəm ki, onu həm şeir kimi, həm mahnı kimi o həmin əsəri bir çoxumuz əzbər bilirik və çox sevirik. 1931-ci ilin axırıncı ayı idi. Mən imtahanlara hazırlaşdığım üçün Müşfiqlə az-az görüşürdüm. Bu isə Müşfiqin haqlı narazılığına və narahatçılığına səbəb olurdu. O, rəfiqələrimlə mənə tez-tez məktub göndərirdi və hər məktubda da yeni şeirlər yazırdı. Sonraki görüşlərimizin birində mən ona Gəncəyə gedəcəyimi dedim. Tutuldu, üzünə kövrək bir təbəssüm qondu. Elə oradaca ayrılıq şeirini yazdı. O gün ki hicrana uğradı yolum, qırıldı qanadım, qırıldı qolum. Fələkdən bac verib bacalan könlüm, indi uşaq kimi ağlar sənin üçün. Gülü güllü çağırır çiçəyi, gülər aşiqlərin gönçə ləçəyi. Sən nə üçün yıxırsan bu şux ürəyi? Qəlbimin çeşməsi çağlar sənin üçün. Deyir və Müşfiqin bu həyəcanlı kövrək halı mənə təsir edir. Və gözlərimdən istəmsizcə yaş axmağa başlayır. Müşfiq mənim bu halıma dözmür, elə oradaca bu şeiri deyir. Bir qara buluda muca göylərdə, bu şair bəxtimlə bizim ellərdə. Sən nə üçün ağlarsan mən duran yerdə? Nərgiz gözlərini, yaşına qurban. Mən dedim, istəyirsən heç getməyim. Daha bundan ötəri niyə bu qədər darıxırsan ay Müşfiq? Müşfiq yenə də şeirlə cavab verir. Deyirsən yanında qalacağam mən. Nə gözəl fikirdir, qal sənə qurban. Nə zaman istəsən, əziz canımı, qumral gözlərinlə al sənə qurban. Gəlmiş huzuruna bir qara dağlı, bir qara qulundur qolları bağlı. Gəl çəkmə sinəmə sən hicran dağı, gümüş topuğunda xal sənə qurban. Oradakı bir məqam məni narahat elədi və bunu Müşfiqə bildirdim. Müşfiq, bəs o qara qul sözü nədir? Deyə sual verdim. Heç sənin kimi vüqarlı bir şairə qul sözü yaraşarmı? Müşfiq bu dəfə nəsrlə cavab verdi. Nizamidən misal çəkdim. Hər şey incəliyindən sınsa da,
İnsan qalınlığından sınar. Mən öz məhəbbətimin qulu olmağımla fəxr edirəm, deyir Müşfiq. Həqiqətən də bizim torpaqlar, bizim coğrafiya bu cür böyük şəxsiyyətlərin yetişdiyi, bu cür böyük dahilərin, müdriklərin, hiss edə bilən qəlblərin yetişdiyi torpaqdır. Bu dəyərimizi itirməyək, itirmişiksə də bərpa edək. Gününüz xeyirli olsun.